Əvvəllər Quran oxuyanda bir ayə hər zaman diqqətimi çəkərdi. Göylərdə və yerdə olan canlılar və mələklər təkəbbürə düşmədən Allaha səzdə edirlər, boyun əyirlər. Nə vaxt bu ayəni üzdən oxuyanda bir məna verə bilmirdim. Necə yəni göydə və yerdə olan hər şey səzdə edir? Zamanla araşdırdıqca, Quran təfsirləri oxuduqca gördüm ki, sən demə yaradılmış hər bir şey lisan halı ilə ibadət halındadılar. Yəni bir növ bizə gördüyü işləri və ya vəzifələrini dayanmadan doğru şəkildə yerinə yetirməklə Allahın əmrinə uyduqlarını və ibadət etdiklərini göstərirlər. Məsələn, ağaclar oksigen verməklə, arılar bal verməklə, bəzi heyvanlar yumurta, bəziləri süd, bəziləri də ətini verməklə. Bir gün Risalə Nur əsərlərində belə bir cümlə oxudum. Məsələn, səzdədə, rükuda, qiyamda olan mələikənin ibadətlərini həm daş, ağac və heyvanların o ibadətlərə bənzəyən durumlarını andıran bir ibadətdir. Bu hissəni ilk oxuyanda birbaşa kitabı əlimdən yerə qoyub çıxdım hər hansı bir yaxında olan ağaca, daşa, heyvana baxmağa. Çünki oxuduğum mətndə daşlar, ağaclar, heyvanlar kimi yaradılışların da namazdakı kimi rüku, qiyam, səzdə halında olmasından bəhs olunurdu. Sonra çıxanda isə əslində illərlə də gözümün qabağında olan nə qədər böyük mənaları qaçırdığımı gördüm. Doğrudan da hər şey namaza işarə edən formadaydı. Məsələn, ağacların təməli tam ortası namazdakı qiyam halını anladırmış kimi dik, yanından çıxan budaqları rüku halını xatırladan formada bellərini əyirdi. Gözümün qabağındakı otlar, çiçəklər ilk başda qiyam halında dik çıxır və sonra zamanla rüku və səzdə edirmiş kimi başlarını əyirdi. Hətta bununla belə əksər dağlar qiyam halını bizə öyrədirmiş kimi dik durduğu halda dənizlərin, okeanların dalğaları isə necə səzdə etdiklərini bizə göstərirdilər. Həşəratlara, böcəklərə, quşlara, əksər heyvanlara diqqətlə baxsaq, hər biri bellərini əymiş kimi rüku halındadılar. Yeri gəlmişkən heyvanların yeməklərinin özü belə boyun əydiklərinə görə səzdəni ağlımıza gətirir. Hətta kenguru kimi bəzi dik duran heyvanların ilk dik durmağı, yeriyəndə isə əyilməkləri bizi birbaşa canlı qiyam və rüku halına ikisinə də birdən şahid edirlər. İnsanın yaradılışına belə diqqət eləsək bunu görə bilərik. Əllərimizin, ayaqlarımızın, barmaqlarımızın heç birini uzun müddət dik saxlamağa gücümüz çatmır. Boyun əyirmiş kimi hər biri əyilirlər. Heyvanların bədənindəki tüklərdən insana kimi, hətta saçlarımızın özü belə hər biri boyun əyirlər. Və ya ana bətnində boyun əymiş vəziyyətdə olduğumuz halda dünyaya gəldikdə zamanla rüku halını almış kimi iməkləyirik. Ardınca qiyam halını alıb dik dururuq və zamanla qocaldıqca yenidən belimiz bükülüb boyun əyib bu dünyadan gedirik. İstər Allahı tanıyaq, istər Allahı inkar edək. Hər bir halda bu baş verir. Göylərdə və yerdə kim varsa, istər-istəməz özləri də, kölgələri də səhər-axşam Allaha boyun əyir. Qısaca hər şey göz qabağındadır. Sadəcə düşünüb təfəkkür edərək bu kainata baxsaq, əslində hər şeyin bizə Allahın huzurunda təşəbbür göstərmədən boyun əydiyini və bütün yaradılışın bizə namaza öyrətdiyini görmüş olarıq.